Değerli izləyicilər, videonu bəyənib kanala abunə olun ki, hər kəs son xəbərlərdən anında məlumatlansın. Texnologiya inkişaf etdikcə dəyər-düzlük üsulları dəyişir. Heç bir halda kart məlumatlarınızı, PIN, CVV, parol, SMS kod və s. kənar şəxslərlə paylaşmayın. Bank əməkdaşı və ya hər hansı təşkilat sizdən bu məlumatları heç vaxt tələb etmir. Bu barədə Daxili İşlər Nazirliyi Mətbuat Xidmətindən bildirilib. Bankdadır, kodlu təcili verin. İndirim üçün linki paylaşın. Təcili yoxlama tələb olunur. Məlumatları göndərin. Nömrəniz uduş kuponu qazanıb. Kodu qəbul edib təsdiqləyin. Kartınız bloklanacaq. Təsdiq üçün linkə keçin. Hesabınıza pul köçürülüb. Qəbul üçün məlumatınızı daxil edin. Sizin adınıza kredi sifarişi var. İmtina üçün kodu göndərin. Və bunlar hamısı bir məqsədlə xidmət edir. Məlumatınızı, daha sonra isə vəsaitinizi ələ keçirməkdir. Vətəndaşlardan xahiş olunur ki, belə hallarla rastlaşdıqda bankla və Daxili İşlər Nazirliyinin 102 xidmətinə zəng mərkəzi ilə dərhal əlaqə saxlasınlar. Heç kim şübhəli keçidlərə daxil olmasın. Şəxsi məlumatları sosial şəbəkələrdə və ya mesajlaşma tədbirlərində paylaşmasın. Çünki bir mesajla aldada bir kliklə pulunuzu oğurlaya bilərlər.